Bugün nəyimiz var? Bugün nə hazırlayıram? Kartoflu kek. Səhər yeməyində kartof hara, kek hara demək. Çünki bu kek şirin kek deyil. Adam var çox şirin yeməyi xoşlamır. Adam var şirniyyat ürəyini vurur. Adam var ki şirin şey ona çox olmaz. Ümumiyyətlə şirin qidalardan uzaq qalmağı sevir. Odur ki mən bax bu kartoflu keki məhz həmin insanlar üçün tövsiyə edirəm. Nə var bunun içində? Gəlin baxaq. Kartoflu keki üçün kartof, 3 ədəd kartof götürürük, orta boy kartof götürürük. Mən kartofu əvvəlcədən qəşəng soyub, yuyub, suda saxlamışam. Nəyə görə suda saxlamışam? Bəli, nişastasının yuyulması üçün. Əgər nişasta tam olaraq ondan yuyulub təmizlənsə, o zaman o kekin içərisində daha gözəl olacaq və bişdikdən sonra da bir balaca onda bax belə elastiklik olacaq, sınma olmayacaq. Maraqlı bir elastiklik olacaq. Sanki kartofun fərqli bir dartılması, fərqli bir görüntüsü, fərqli rəngi. Bax, bütün bunları qorumaq üçün bu mütləqdir. Ona görə onu heç olmasa 2 saat, 3 saat suda saxlamaq lazımdır. Məhz buna görə də mən onu əvvəlcədən soyub, doğrayıb suda saxlamışam. Doğrayıb suda saxlamışam. Doğradıqdan sonra onu suda saxlayarkən o tamamilə nişastasını özündən uzaqlaşdırır. Həmin texnologiyanı qızartmalarda da tətbiq etmək olarmı? Əlbəttə olar. Bəli. Xüsusən də cipsilərdə, kartof pürilərdə, bax bu növ yeməklərdə, bu növ qidalarda onların öz nişastasını yuyursan, təmizləyirsən və onu yenidən nişastalayırsan, quru nişastalarla nişastalayırsan və yaxud da qəşəng belə xırçıltılı olmağını istəyirsənsə, bir balaca onu isti suya salıb çıxardırsan, salıb çıxartmırsan, haradasa orada bir 4 dəqiqə, 5 dəqiqə saxlayırsan, ondan sonra onu qaynar sudan çıxardırsan və vəssalam. Quruyandan sonra onu qızarda bilərsən. Daha sonra soğanımız var. Soğanı xırda-xırda doğraya da bilərsiniz. Soğanı ət maşınından keçirdə də bilərsiniz. Blenderda da xırdalaya bilərsiniz. Amma mənim məsləhətim budur ki, soğanı sürtkəcdən keçirəsiniz. Yaxşı, sürtkəcdən keçirəndə bəs necə keçirmək lazımdır? Hə, sürtkəcin də öz qaydası var. Çox vaxt xanımlar barmaqlarını daha çox ən yaralı yer manikurlar, dırnaqlar yavaş-yavaş oradan gedir, rəngi bozarır, dırnaq boyalarının rəngi qaçır. Ən yaxşısı təbii ki əlcəkdir, amma sadə bir qaydanı sizə göstərəcəm. Bunun üçün də nə edirik? Deməli, qabımız, bir qaba bunu çəkək. Tam aydın olması üçün, aydın görünməsi üçün mən bax bu qabı götürürəm. Deməli, soğanımız. Bunun hər bir gözü, belə sürtkəclər var ki, bu sürtkəclərin hər bir gözü fərqli-fərqli texnologiyalar üçün. Məsələn, cips eləmək istəyəndə bax bu bıçaqdan istifadə edə bilərsiniz. Daha sonra bu bıçağı balıq təmizləyəndə də istifadə edirlər. Balığın dərisini qətiyyən yarmır. Balıq təmizləyəndə, indi bunda yoxdur, amma bax bununla da. Bir də var, belə didikli dəliklər olur. Balıq təmizləyəndə onu da istifadə edə bilərsiniz. Çox rahatdır. Balığı tutursunuz qulaq qəlsəmə hissələrindən və sürtkəcə sadəcə olaraq onun üstündən aparırsınız və o təmiz olaraq onun bütün qəlsəmələrinin pullarını təmizləyir və kənara sıçratmadan onun içərisinə yığır. Yəni, çox rahat bir üsuldur bu. Mən isə soğanı keçirdirəm bunu. Baxın, görüm hansı gözü xoşuma gəlir. Bu gözü də yaxşıdır, amma bu lap xırdadır. Başlayırıq, baxın. Bir var, soğanı sürtkəcdən belə keçirəsən, yaxından göstərək bir dənə. Bax, bu formada. Bu düzgün forma deyil. O zaman bax, bunun bütün şirəsi getdi. Bunun bütün dadı getdi. Bəs doğru üsulu necədir? Doğru üsul bax belədir. Sanki kibrit yandırırsınız. Bax, bu qayda ilə soğanın dadını, ləzzətini özündə saxlaya bilərsiniz. Hə, ləvəngi istifadə edəndə də bu texnologiyadan istifadə etmək olar geri gəlmişkən. Bizdə əməkdaşlar soruşurlar ki, ləvəngidə necə? Ləvəngidə, çünki ət maşından keçirəndə nə qədər çox o istilik görsə, çünki ət maşından çəkmə əmsalı yüksəkdir, bizim əlimizdən əlbəttə ki o yüksəkdir. Ona görə də
ən yaxşısı ət maşını üçün, daha doğrusu ləvəngi üçün nədir? Onu xırda-xırda doğrayasan, qəşəng əzəsən. Mən bugün yaman ləvəngidən başlamışam. Səhər də elə birbaşa girən ləvəngi ilə. Dadlı yeməkdir təbii ki. Amma biz ləvənginin təbii bir üsulunu bilirik ki, çoxlarımıza bu məşhurdur ki, qozdur, soğandır, turşu əzməsidir, duz yoxdur. Bunları qəşəng qarışdırdın, vəssalam. Yox, ləvənginin növləri çoxdur. Bir də deyirlər ki, hansı insan ki paxıldır, soğan onun gözünü tez qıcıqlandırır və o gözündən su gəlir. Baxın da, gözün bir balaca nəsə qıcıqlanır. Amma heç bir paxıllığım yoxdur ya. Sadəcə soğan acıdır. Ümumiyyətlə, bir çox deyimlər var. Yeməklə bağlı, mətbəxlə bağlı. Səhər tezdən yuxudan ayılanlar, yuxudan ayılıb, ağa Kərim, səhər tezdən soğanı neynirsən? Soğan olar səhər tezdən yağ, pendir yerlər, səhər tezdən qaymaq, bal yerlər. Yox, inanırsınız, şəxsən mən özümdən deyim ki, səhər tezdən qaymaq, bal, yağ yemək, Allah acıq getməsin, amma bir balaca mənə artıq sanki bezdirib. Bezdirib demişkən, bezdirib sözünün mətbəxlə, daha doğrusu kulinariya ilə, yeməklə bir əlaqəsi var. Bunun nə əlaqəsi var və niyə görə bu sözü mətbəxdən gəlmə, ümumiyyətlə, istifadə etdiyimiz bir çox sözlər var ki, onlar mətbəx terminlərindən, kulinari, yeməklə bağlı olan terminlərdən gəlmədir. Və nəyə görə bu məhz kulinari ilə bağlıdır, yeməklə bağlıdır? Bax, onu bilənlər varsa bizə zəng eləyə bilərlər. 510-84-34 bizim əlaqə nömrəmizdir. Ev telefonlarından, şəhər telefonlarından zəng eləyə bilərsiniz. Deməli, soğan burada, kartofun da suyunu süzün. Redaktorumuzdan maraqlı sual gəldi və mənə elə gəlir ki, bunu hər bir xanım çox maraqlanır bu sualla ki, görəsən nə etmək olar ki, soğan gözümüzü yandırmasın. Onu doğrayanda, ət çəkən maşından keçirəndə nə etmək lazımdır? Bunun bir çarəsi olmalıdır. Ola bilməz ki, bunun bir üsulu, bunun bir yolu olmasın. Təbii ki, bunun bir yolu var. Bunun yolu nədir? Bəli, bax, hal-hazırda tamaşaçılardan kimsə deyir ki, özdə yoxlu-yoxlu, gözü yoxlu şəkildə onu soyuducuya qoymaq lazımdır. Bəli, soyuducuya qoymaq lazımdır. Soyuducuya qoyarkən orada hansı mərhələ gedir? Soğanın tərkibində xlor və şəkər nisbəti yüksək olduğuna görə hərarət aşağı düşdükcə soğanın rəngi, bəzən deyirlər ki, soğanı şaxta vurub, rəngi biraz bozarıb. Rəngi bozarıbsa bu artıq o deməkdir ki, onun tərkibindəki şəkər xlorla reaksiyaya girib və bu artıq sözün əsl mənasında parçalanma və rənginin bozarmasına səbəb olub. Həmin soğanı yemək məsləhətdir? Yox, məsləhət deyil. Bəs soğanı soyuducuda saxlamaq necə? Məsləhətdir? Xeyr, o da məsləhət deyil. Çünki, yenə də deyirəm, hərarət nə qədər aşağı düşürsə, o soğana mənfi təsir göstərir. Bəs müsbət hərarət necə? Soğana yaxşı təsir göstərir? Xeyr. Soğanı havalı, quru və sərin yerdə saxlamaq lazımdır ki, onun ömrü də uzun olsun. Ömrünü uzatmaq üçün onun bir üsulu da var. Soğanın altından çuğundur düzəndə, qəribə bir dostluğu var onun, soğanla çuğunduru. Soğanın altından çuğundur düzəndə, soğan heç vaxt cücərmir. Heç vaxt cücərməz və ona əksinə bir dəstək göstərər, onun ömrünü uzadar, onu daha yaxşı edər. Başlayırıq digər məsələyə. Deməli, mən mikserimi götürüm. Bunu xəmirinin qarışdırılma mərhələsinə keçirik. O qoyum elə qabağında, burada sizin üçün nümayiş etdirək. Məcbur deyilsiniz bu mikserdə eləyəsiniz. İstəyirsiniz, adi bir çırpma telindən istifadə eləyin, çırpma telindən qarışdırın. Ürəyini istəyir, qaşıqla qarışdırın. Necə sizə rahatdırsa, əsas odur ki, rahat olsun. Sizin üçün necə rahatdırsa, o formada da edin. Mətbəx narahatlığı, mətbəx çətinliyi sevməz.
Azərbaycan mətbəxi mənə görə bir kulinariya mütəxəssisi olaraq deyirəm, bir kulinariya üzrə peşəkar olaraq deyirəm ki, Azərbaycan mətbəxi dünyanın ən dadlı, ən ləzzətli mətbəxidir. Təbii ki, bu fərdi fikrimdir, mənim fikrimdir və bunu ümumi deyə bilmərəm. Çünki hər bir kəs üçün onun öz mətbəxi daha doğmadır. Amma mətbəxləri qırağa qoysaq, hər kəs üçün ən doğma mətbəx hansıdır? Kim deyər? Bəli, nənə mətbəxi. Doğrudan da elədir. Nənələrin hazırladığı yeməyin dadına, ləzzətinə heç bir yemək çatmaz. Adicə kartof qızartması var ha. Onu nənə hazırlayanda, sonra gəlir bəli. Ana, xalalar, bibilər, day dostular, əm dostular, bəli. Bunlar yavaş-yavaş Allah hamısını canlı sağ eləsin, var eləsin. Deməli, 3 yumurta əlavə elədim. 3 yumurtanın üstünə 1 stəkan qatıq əlavə edəcəm. Qatığın, buna nə deyirlər? Bilirsiniz də? Nə deyirlər? Zərdab. Zərdab deyirlər. Bu zərdabın nə kimi faydası var? Bunu necə istifadə etmiyorlar? Bəli. Təzyiq olanda, təzyiq varsa əgər, bundan bir qaşıq içərsən və bu sənin üçün faydalı olar. Amma bunun zərərli təbii ki, xüsusiyyətləri də var. O zaman hər zaman ehtiyatlı olmaq lazımdır. Hər zaman, hər bir işdə gərək ehtiyatını saxlayasan. Bir məhsul, bir ingredient bir kəsə fayda göstəribsə, bu o demək deyil ki, bu artıq hər kəs üçün səciyyəvidir və bunu hər kəs rahatlıqla istifadə edə bilər. Xeyr. Yalnız bütün hər bir şey fərdidir. Mən sizə elementar bir şey deyim. Məsələn, adam var ki, onun üçün ət çox faydalıdır. Ət yeməyəndə sanki o artıq heç nə yeməyib, bütün günü ac qalıb və nə desən də ona keyfi pozulacaq. Gör ha, ürəyə bax ha, sanki elə bir qaşıq, bir stəkan qoymuşdum. Mən stəkanla ona görə sizə göstərəm ki, bax bu stəkandan yəqin ki, hər kəsin evində var. Mən də elə bunu evdə gətirmişəm. Qəşəng belə bizim hər kəsin evdə istifadə etdiyi çay stəkanlarıdır. Və nə vaxt mən stəkanla ölçü desəm, bilin ki, mən bunu nəzərdə tuturam. Deməli, 3 yumurtanın üstünə əlavə etdim. 1 stəkan qatıq. Sonra oraya əlavə edəcəm bəzi ədviyyatlarımız var. Onları əvvəl bunu qəşəng qarışdıraq. Mən yenə də deyirəm, onu bax belə bu formada olan mikserlərdə qarışdırmaq məcburiyyətində deyilsiniz. Əlinizlə də qarışdıra bilərsiniz, qaşıqla, əlinizlə deyək ki, qaşıqla da qarışdıra bilərsiniz, çırpma teli ilə də qarışdıra bilərsiniz. Əsas odur ki, o qəşəng qarışsın. Təbii ki, belə aparatla qarışanda o daha gözəl olur. Nəyə görə deyirəm? Əllə qarışdıranda bir də görsən, hansısa hissəsində qatığın düyünü qala bilər. Qatıq yaxşı açılmaz, tam belə krem formasına gəlməz. Təxminən 2-3 dəqiqə. 1 stəkan yağ əlavə edirəm ora. Ayırmışam düzdür, amma tam olaraq ölçülər sizin gözünüz qarşısında doğru olsun deyə mən onu bir qaba stəkana süzürəm, oradan sonra əlavə edəcəm. 1 stəkan. Yağı nə olursa olsun, bütün məhsullarda, mayonez hazırlayanda, kremlər hazırlayanda nə olursa olsun, yağı həmişə az-az əlavə etmək lazımdır. Əks halda çürüdə bilərsiniz. Kremi də, qarışdırdığınız bütün məhsulları da əssalam. Kifayətdir. Təşəkkürlər. Bəli. Bütün məhsullar mənim üçün dəstək göstərdisə, mənə bir yardım etdisə, mən onlara həmişə təşəkkür edirəm. Ümumiyyətlə, təşəkkür etmək insanın daxili aləmini zənginləşdirir. Kiməsə təşəkkür edərsən, kiməsə çox sağ ol deyərsən, bu sənin özünə o qədər psixoloji olaraq rahatlıq gətirir ki, bu səni o qədər gözəlləşdirir ki, yəni bu gözəlləşdirməklə də, bu rahatlıqla da işlərin də uğurlu gedir, qarşına da elə bax o təşəkkür edən insanlar çıxır. O pozitiv enerjini nə qədər ki ətrafına yayırsan, bunlar bumerang olaraq gelir, fırlanır, yenidən qayıdır, gəlir sənin özünə. Odur ki, hər zaman əhvalınızı yüksək saxlayın.
səhər yuxudan oyananlar, sabahınız xeyirli olsun, gününüz uğurlu olsun, duzlu, məzəli, ləzzətli, əyləncəli, dadlı səhər efirdədir. Və bugün kartoflu kek hazırlayıram. Kartoflu keklə bitməyəcək işimiz. Kartoflu kekdən sonra göbələkli salat hazırlayacağım. Yo, marinad olmuş. Ümumiyyətlə, mən marinad olmuş göbələklə olan salatı qəbul eləmirəm. Yalan nədir? Yəni, marinad olmuş göbələk sadəcə olaraq masanın üstündə qala bilər ki, bir qəlyan altı kimi, soyuq qəlyan altı kimi kimsə istəyəndə orada kələmdən yesin, turşu kələmdən yesin, kim istəyir sirkəyə qoyulmuş badımcandan yesin, kimin ürəyi istəyir, nə bilim, bu cəfərdən yesin. Yox, cəfərdə olur ha. Onun zoğlarını, qalın cəfər zoğlarını sirkəyə qoyurlar. Çox maraqlı dadlı olur, bir də turşuya qoyurlar. Mən onu keçən il, yox, bu il bir 2 ay, 3 ay olar. Lənkəranda yemişdim. Maraqlı bir dadı var, çaşırı da eləyirlər, düzdür. Çaşırında onun Naxçıvanlılar daha çox eləyir, çaşırına. Qəşəng onun belə maraqlı turşusu olur. Çox maraqlı, qəşəng turşusu olur. Hə, əlqərəz. Əlqərəz. Bunu, bu qabı buradan götürək. Mikserimizi də mikserə qulluq qaydaları var. Ondan mən önümüzdəki günlərdə danışacağım. Bizi daimi olaraq izləməyə davam edirsiniz. Mətbəxlə bağlı olan bütün sirləri öyrənirsiniz. Mənim yadıma gəlir əvvəllər bütün xanımların evlərində balaca bir dəftərçi olardı. Bizdə də o dəftərçələrdən var, indi də var. Və o zaman verilən bütün dəsturlar, orada dəsturlar, yəni reseptlər, bu dəsturu mən özüm kəşf etməmişəm, amma televiziyada ilk dəfə bunu istifadə etmişəm, amma bunun bir mənbəsini göstərmişəm. Çünki əsrlər əvvəl yazılmış və Azərbaycan tarixindən, xüsusən Cənubi Azərbaycan mətbəx tarixindən bəhs edən bir karnamə kitabı vardı ki, Mirzə Qacarın dövründə yazılmış və onun sarayında hazırlanmış yeməklərdən bəhs edən bir kitab idi. Həmin kitabın müəlliflərindən, daha doğrusu bərpa olunmuş kitabın müəlliflərindən biri də mənəm. Və orada bir çox nüsxələri götürdüm, bir çox nüsxələr üzərində işlədim. Orada maraqlı sözlər öyrəndim. O sözlərdən biri də reseptin Azərbaycan dilində olan qarşılığının dəstur olmasıdır. Buna düstur da deyirlər, amma xüsusən dəstur verilir. Çünki orada maraqlı cümlələr var. Cümlələrdən bir ikisini qeyd edim ki, şah üçün hazırlanmış yeməklərin dəsturlarını aşxanada olan aşçılar xüsusi olaraq qeyd edirdilər. Xüsusi olaraq onların üzərində işləyirdilər. Və bu dəsturlar təbii ki, yemək ola bilməzdi. Bu dəstur məlum məsələdir ki, yeməyin ümumi reseptindən gedir. Bəs menyu nə idi Azərbaycan dilində? Bunu demişəm dəfələrlə. Mənim daimi izləyicilərim bunu da bilirlər. Bilənlər zəng edə bilərlər. Deyə bilərlər ki, ağa kərim, mənim yadımdadır, o vaxt demişdim. Deməli, 2 çay qaşığı duzdan istifadə edirəm, xorək duzu. Heç bir halda yeməyə süfrə duzu istifadə etməyin. Yalnız süfrə duzu nədə istifadə oluna bilər? Salatlarda, bir balaca salatlarda istifadə edə bilərsiniz. Və burada paprika da var, pul biber də var. Paprika ilə pul biber demək olar ki, eynidir. Demək olar ki, eynidir. Amma bunun fərqi nədir? Baxın, bu paprikadır. Yəni, belə əyani olaraq oradan göstərək. Bu paprikadır. Bu isə pul biberdir. İkisi də eyni mənşəli, eyni ədviyyatdır. Sadəcə olaraq, bax bu pul biber. Ələnəndən sonra qalan o tozu, toz hissəsi paprika kimi istifadə olunur. Yaxşı, bu bundan zərərlidir? Xeyr. Bəs bu bundan zərərlidir? Xeyr. Hər ikisinin özünün öz yeri var və bunun ətri tamam başqadır. Bunun ətri tamam başqadır. Bilirsiniz bu nəyə oxşuyur? Sadəcə bir təcrübəni sizə deyim. Bir bütöv kartofu götürün və o kartofu 4 hissəyə bölün. 4də 1 hissəni bütöv bişirin. Digər 4də 1 hissəni nazik-nazik doğrayıb qızardın. O biri 4də 1 hissəni, bax belə, nərd zər boyda doğrayıb qızardın. Digər 4də 1 hissəni isə biraz belə halqavari formada doğrayıb qızardın. Sonra 4-ünün də 4 formanın da dadına baxın.
Görün necə fərqlidir. Doğrudan fərqli olur ha. Hər birinin dadı fərqli olur. Yəni hər bir ingrediyentə yanaşma tərzinə görə onun dadı, ləzzəti də tamamilə dəyişir. Kartofu, soğanı, qatıq, yumurta və duru yağ qarışığına əlavə elədim. Bu qarışığın üstünə 2 çay qaşığı duz, 1 çay qaşığı paprika, 1 çay qaşığı pul biber. Ayağa kəlim, əgər bunların ikisi də eyni mənşəlidirsə, niyə o zaman paprikanı da istifadə edirsən, pul biberi də istifadə edirsən? Yenə deyirəm, eyni mənşəli olmasına baxmayaraq, paprika acılıq vermir. Pul biber acılıq verir, ətir vermir. Paprika ətir verir, acılıq vermir. Qəribədir. Ona görə də bunların ikisini də istifadə edirəm. Bax, buradan bir şey də yadıma düşdü. Bax, bu kahı və kələm sinifinə aid olan bütün məhsullar tərəvəzlər. Bunlar orqanizm üçün faydalıdır, xüsusən də ağciyərlər üçün amma burada bir məsələ var. Ən əsas da sklerozu gecikdirir. Sklerozu gecikdirməsi əladır. Amma burada bir məsələ var ki, bütün kələm növlərində, iceberg kələmdə də, kahıda da, ağbaş kələmdə də, qırmızıbaş kələmdə də, bütün hamısında standart bir qayda var. Onları sirkəli, duzlu suda saxlamalısan. Niyə görə? Qurtlara görə düzdür. Amma o qurtlar elə-belə deyil. Həmin o qurtlar sklerozu tezləşdirir. Kələm isə sklerozu gecikdirir. Görürsünüz, əks təsirlər göstərir. Yəni, hər bir işi dəqiqliyi ilə qaydasında gördüyün zaman oradakı balansı qoruya bilirsən. Qidalanma da elədir. Bir qida mənim çox xoşuma gəlir, ona görə də ürəyim nə qədər istəyir, yeyirəm. Mən də yemişəm. Ona görə də bir müddətdən sonra qida borusunda reflü əmələ gəlir. Reflü, yəni mədə şirəsi artıq geri qayıdır. Qida borusu əzələləri onu tuta bilmir. Sanki qida borusu bir orada bağlayıcı rolu oynayır. Oradan qida keçdikdən sonra əzələlər yenidən yığılır və qidanın qayıtması, onun şirəsinin qayıtması mümkün deyil. Amma bu əzələlər artıq bir müddətdən sonra boşaldıqda, sən çox qızartma yeyəndə, çox birdən soyuq su içəndə, çox qaynar su içəndə, çox qaynar yemək yeyəndə, acı yeməklər yeyəndə, acı yeməklərin üstündən turşulu, duzlu yeməklər yeyəndə, balansı qorumayanda, yatmamışdan qabaq yeyib dərhal uzananda və yaxud da yeyəndən sonra əyilib qalxdıqda o yana çox hərəkət et, amma əyilib qalxmalar olduqda o artıq öz funksiyasını itirir. O artıq öz funksiyasını itirir və artıq sanki boşalmış formada qalır. Və o zaman reflü əmələ gəlir və onun bərpası, onun müalicəsi çox bir vaxt aparır. Ona görə də gəlin sağlamlığımızı vaxtında bilək, qədrini bilək. Deməli, qabartma tozu və un. Buna əlavə etmək lazımdır. Qabartma tozu 1 çay qaşığı kifayətdir. Hə, niyə görə? Rejissorumuz deyir ki, bəs niyə qabartmanı oraya əlavə etmirsən? Onu da deyəcəm. Çünki heç bir şey elə-belə deyil. Hər bir işdə bir məna var, məntiq var. Bütün növ un məmulatlarında quru məhsullar ayrı qarışdırılmalıdır, duru məhsullar ayrı qarışdırılmalıdır. Əgər fikir verdinizsə, mən soğanı sürtkəcdən keçirəndən sonra həmin o soğanı birbaşa qatığın üstünə əlavə eləmədim. Niyə əlavə eləmədim? Çünki o qatığı çürüdə bilərdi. O qatığı dərhal qıcqırda bilərdi. Dadını qaçıra bilərdi. Mən onu kartofa əlavə elədim. Şirəsi ilə birlikdə əlavə elədim özdə. Ona görə ki, onun şirəsi nişasta sevir. Orada xlor var, orada şəkər var. O nişasta ilə qarışarkən orada invert şəkərə çevrilir. O artıq maraqlı bir dad gətirir. O artıq kartofu fərqli edir. O kartofun dadını fərqli edir. Orada bambaşqa bir gözəllik yaranır. Bütün bu gözəllikləri birazdan görəcəksiniz. Yaxşı, bəs unu qarışdıranda mikserlə qarışdırmaq olar, əsla olmaz. Çünki bəli, kartoflar zər boyda doğranılıb. Mən bunu bura qoyum. Menyunu verək, resepti verək, dəsturu. Hə, menyunun nə olduğunu bilən olmadı deyəsən. Menyu Azərbaycan dilində nədir? Hər kəs menyu deyir. Və mən
həmişə də artıq bu il 2026 mənim televiziya fəaliyyətimin 14-cü ilinə girir və bu 14 ildə mətbəx terminlərinin yalnız və yalnız Azərbaycan dilində təbliğ olunmasının tərəfdarı olmuşam və nə olursa olsun bütün ingrediyentlər, bütün məhsullar, ərzaqlar, istifadə olunan ləvazimatlar, aksesuarlar, bunların alətlər, bunların hamısının Azərbaycan dilində adlarının söylənməsinin tərəfdarı olmuşam. İndi deyin görün, menyu Azərbaycan dilində nədir? 510, 84, 34. Yoxlusunuz, bilirəm, hələ ki yoxlusunuz. Səhərin gözü açılıb və Ağa Kərim Usta pozitiv enerji ilə, dadlı səhərlər, Space TV-də sizi salamlayır. Hər səhərdə bax, belə pozitiv enerji olacaq. Problemdən uzaq. Negativdən uzaq. Yalnız və yalnız pozitiv. Günümüzə necə başlayırıqsa, gün elə davam eləyir. Bir stəkan pür rəngi çay, yavaş-yavaş oturursunuz. O deyir, bir çay dəm alır, bir də adam özü dəm alır. Çay dəm alından sonra, çay ki pür rəngi yavaş-yavaş içib, özün də bir dəm alırsan, artıq bir tam olaraq özünə gəlirsən, onda pozitiv enerji dolu günümüz başlayır. Özü yepyeni ildir, yeni əhval-ruhiyyə, yeni ab-hava, hər bir şey yeni. Unudun bütün dərd-səri, unudun bütün problemləri, dadlı, ləzzətli yeməklər. Mən bu kartoflu keki hazırlayaram, iş arasındadır ki, hər bir şey var evdə. Bax, un var, kartof var, göyərti var, pul bibərlə paprika yoxdur, onu da eləmirəm bunu, deməyin. Eləyin, hazırlayın, heç nə olmaz. Bazən gedin, deyin ki, Ağa Kərim, hal-hazırda mən bu keki hazırlamaq istəyirəm. Amma bu ərzağım yoxdur. Onu neylə əvəz edə bilərəm? Narahat olmayın, hər bir işin bir çarəsi var. Mətbəx çarəsiz bir yer deyil. Mətbəxdə hər bir işin çarəsi var. Odur ki, onu əsas və məsələ sevgi ilə edəsin. Sevgi ilə etdiyiniz zaman heç bir problem olmur. Neyləmək lazımdır? Düz deyirsən, mənim yadımdan çıxıb. Başlamışam, bir balaca həyəcan oldu. Bilirsiniz necədir? Mən bayaq deyirəm ha, 14 ildir qarşınıza çıxıram. Bu 14 ilin bəlkə hər günündə məndə belə həyəcan olur. Bilirsiniz, həyəcan böyük məsuliyyətdən də irəli gəlir. Və siz dəyərli, doğma, əziz, möhtərəm izləyicilərin qarşısına çıxmaq böyük eşqdir, böyük fəxirdir. Və sizin qarşınızda çıxış etmək çox böyük məsuliyyətdir. Və bu məsuliyyətlə də sizin üçün bu yeməkləri hazırlamaq. Özünüz də bilirsiniz ki, mən hər zaman dəsturları dəqiqliklə verirəm. Və bunu dəqiqliklə də göstərirəm. Çünki bir evdar xanımdır. Bax, təsəvvür edirəm ki, gözümün qabağına gətirirəm. Həmişə öz qonağım olan aşpazlara da bunu demişəm. Şeflərə də demişəm. Demişəm, şef, ya dəsturu dəqiq verirsən, ya da ümumiyyətlə ondan danışma. Bilirsiniz niyə görə? Bax, gözümüzün qabağına gətirək. Bir evdar xanımdır. Evdə hal-hazırda, elə götürək bu kartoflu keki. Hal-hazırda evdə 3 dənə kartofu qalıb, biraz göyərtisi var, biraz orada qırmızı pul bibərdən var, eyb yoxdur, paprika olmasa da olar. Duzu var, un var, qabartma tozu var. Qabartma olmasa soda istifadə edin. Məcbur deyilsiniz qabartma istifadə etməyə. Sodanı qatığa əlavə edin, bir balaca qatıqda o qabarsın. Ondan sonra onu istifadə edirsiniz. Eyni texnologiya ilə davam edirsiniz. Hə, bunları inanır ki, Ağa Kərim Usta deyir orada, mən bu qayda ilə eləyim. Aho, bir də görürsən ki, alınmır. Və onun o qədər istifadə etdiyi ərzaq israf olur. Və hansı ki, o ərzaqla ən azından kartof qızarda bilərdi. Kartof qızardım, onun üstünə yumurta vura bilərdi. Yumurtanın üstündən bir balaca xırda-xırda doğranmış göyərti səpə bilərdi. Amma Ağa Kərimin dediyi o yanlış, məsəl üçün deyirəm ha, mən yanlış heç vaxt heç bir dəsturu vermirəm sizə. Hansı yanlış bir dəstura görə onun istifadə etdiyi bütün məhsulu, bütün ərzaqları zayi oldu. Vəssalam, hazırdır. Bunun gözəlliyinə bax.
Bəh. Elə bir salatdır. Rəng çalarları. Düzgün desəm, mən bunu elə çiğ yeyərdim. Amma təbii ki, bu sözdür də. Çiğ bunu heç kəs yeyə bilməz. Birincisi, kartof qart xırçıltı salacaq. İkincisi, orada yumurta var. Yumurtanı çiğ yeməkdə heç bir problem yoxdur. Bu, bura yapışa bilərmi? Sizcə yapışar? Yapışmaz. Bəli. Nəyə görə yapışmaz? Bəli. Və prodüserimiz oradan deyir ki, yağ var ona görə. Bəli, həm də kekin qabı elə örtüklüdür ki, o örtük onun yapışmasının qarşısını alır. Burada bir məsələ də var ha. Redaktor yaxşı olar, yadıma saldı onu mənim. Deməli, ümumiyyətlə, kek qabında nə bişirirsinizsə, nə hazırlayırsınızsa, bişən kimi dərhal onu çıxartmağa çalışmayın. Bir balaca kənarda qalsın, özünü tutsun, ondan sonra çıxararsınız. Gedir sobaya. Gedir sobaya istirahətə. 180 dərəcə, təxminən 40-45 dəqiqə. Tələsmirsiniz ki, siz burada, mən burada. Çayınız qarşınızda, səhər yeməyinizi yavaş-yavaş yeyirsiniz. Mən də burada kek hazırlayıram. İndi onu bugün hazırlaya bilərsiniz. İstəyirsiniz sabah hazırlayın. İstəyirsiniz axşama hazırlayın. Seçim sizindir. Hansı formada? Aha. Olar. Niyə olmur ki? Əlbəttə olar. Baş üstə salamlayarıq. Deməli, Əhmədlidən Zülfiyə xanım zəng eləyib. Yoxlu olduğu üçün deyir, səsim xırıltılı çıxır. Efirə məni qoşmayın. Eyb yoxdur. Zülfiyə xanım, səhər-səhər olur. Siz müğayini deyirsiniz ki, səsiniz hər zaman tam olaraq köklü olsun. Rahat olun, heç bir narahatçılıq olmasın. Ən əsas məsələ, insan gərək komfortda olsun. Heç zaman, heç bir yerdə özünü diskomfort hiss eləməsin. Demək, Zülfiyə xanım idi. Zülfiyə xanım deyir ki, onu çörək kimi necə istifadə etmiyorlar. Bilirsiniz, bunun təyinatı, bu yeməyin təyinatı əsasən belə gedir. Çörək növləri, isti qəlyanaltı və yaxud da əsas qəlyanaltı. İsti qəlyanaltı, soyuq qəlyanaltı, bir də var əsas qəlyanaltı. Bunların fərqləri var. Bilirsiniz necə fərqləri var? Bax, məsələn, nə deyimsə, juliyen. Juliyenin əsl adı nədir? Bilirsiniz bunu? Juliyenin əsl adı kakotdur. Kakot da ona görə deyirlər ona ki, onun bişdiyi, gələn həftə hazırlayaram, onun qabı məndə var, əsl qabı. Kakot ona görə deyirlər ki, bu bir rus sözüdür. Bunu mən xüsusi olaraq qeyd edirəm, daha sonra sözünü istifadə edəcəm. Çünki o adla daha çox məşhurdur. Kakotnitsa kimi səslənir. Kakot qabı. Kakot qabı o deməkdir ki, xoruz quyruğu qabı. Xoruz quyruğu qabı ona görə verirlər ki, onun qabı, təsəvvür edin, bu tavanın balacasıdır, belə qulpu da var və bunun qulpuna, bax, bu qulp hissəyə kağızdan xoruz quyruğuna oxşar bir forma düzəldirlər. Niyə görə düzəldirlər? Onu tutmaq üçün. Çünki o balacadır, onu böyük əski ilə, böyük tutacaqla tutmaq mümkünsüzdür. Onu balaca bir kağız düzəldirlər, o formada onu tutub, bax belə, ya servis edirlər, ya qoyurlar və o öz qabında olmalıdır. Böyük qabda hazırlamırlar. İş orasındadır ki, bu həm soyuq qəlyanaltı kimi gedə bilər. Amma soyuq qəlyanaltı kimi gedərkən onun üstündəki pendir quruyur. Onda maraqlı dadı olmur, ləzzətli dadı olmur, fərqli olmur və mədəyə narahatlıq verir. İsti qəlyanaltı kimi təqdim olunarkən əladır. Bir də onu bəzi yerlərdə əsas yemək kimi qəbul edirlər. Əsas yemək kimi servis edirlər. Amma əsas yemək demək də doğru deyil axı. O əsas qəlyanaltı ola bilər ki, onu yedi və salam, ondan başqa heç bir şey istifadə etməyəcək. Keçirik. Burada kətan toxumu var. Bir də qara çörək otu. Çox gözəl məhsuldur bu və əbəs yerə demirlər ki, min bir dərdin dərmanıdır. Yəni, bunun faydasını saysaq, bunun böyük bir kitabı var bunun haqqında, mən o kitabı oxumuşam. Çox gözəl faydası var. O zamanlar usta, universitetin usta dərəcəsi üçün müdafiəmdə ədəbiyyatlardan bir mövzu götürmüşdüm və bunu çox araşdırdım. Və bu həqiqətən nə qədər faydalıdır, lakin burada bir məsələ var yenə.
Bu qədər faydalıdır ya. Bir adam məsələn qida borusunun narahatlığından əziyyət çəkirsə, mədədən əziyyət çəkirsə, ona bundan olar? Təbii ki, olmaz. O müəyyən qıcıqlanma verə bilər, müəyyən narahatlıq verə bilər, müəyyən fəsadlar verə bilər. Yenə də deyirəm, bir də görürsünüz televiziyada kimsə, diyetolog olsun, həkim olsun, fərq etməz. Bəzən deyirlər ki, məsələn də, elə qara çörək otu olsun. Qara çörək otunun bir dərdin dərmanıdır, rahatlıqla istifadə edin. Filan xəstəliklərdə kulinarlar da deyir. Mən həkimlərin adından çox deməyim, çünki həkimlər çox zaman ona diqqət edirlər. Çox nadir halda kimsə bunu ümumiləşdirib deyə bilər. Amma bəzən kulinarlar, qida üzrə mütəxəssislər, diyetoloqlar, bu barədə gastroenteroloqlar bu barədə məlumat verirlər ki, bu çox faydalıdır, bunu rahat istifadə edin. Məsələn, ananas bir nömrəli qurd qovucudur, ananas qurdu öldürür, ananas qurd əleyhinə qarşı gözəldir. Bunu hamı rahatlıqla istifadə edə bilər. Müəyyən olmazlar var, müəyyən nüanslar var. Ananası hansı vaxtda yeyəcəksən, hansı ananası yeyəcəksən, necə doğranmış ananası yeyəcəksən, sərin halda, otaq hərarətində və yaxud da mədəndə hansısa problem var, sən ondan qabaq nə yemişdin, ondan sonra nə yemişdin, onunla birlikdə nə yeyəcəksən, hər bir şey fərdidir. İnsan fərdi olaraq yanaşılmalıdır, hər bir nüansda fərdi yanaşılmalıdır. Keçəlim növbəti yan. Deməli, İkinci yeməyimiz kartoflu kekimiz getdi sobaya. O yavaş-yavaş özü üçün bişmədə olsun. Mən keçirəm növbəti yeməyə. Bu yeməyimiz salatdır və bir dənə də yeməyimiz var ki, o da istiqlən altda demək olar ona. Ona belə deyək, əsas yemək kimi də qəbul etmək olar. Mən bu yeməyi desəm ki, özümdən kəşf etmişəm. Desəm ki, mənim üçün maraqlı idi və ilk dəfə bunu mən hazırladım. Bəlkə də yalan olar, bəlkə də burada bir həqiqət olar. Çünki mən bunu kimdənsə görüb eləməmişəm. Bu mənim belə deyib, öz düşüncəmin, öz fikrimin. Onu da nəyə görə bu formada elədim? Ona görə ki, lahmacunları bir-birinin üstünə gətirdim. Dedim, bəlkə bunun üstündə bu olsun, bu belə olsun, bu elə olsun. Onun üstündə pendir əlavə edək və ən sonda bunu tort formasında doğrayaq. Əlqərəz bütün bunları öz fikrimdə cəmləşdirdim, gətirdim bir yeməyin içinə. Və bu yeməyin içində də bunları cəmləşdirərək maraqlı bir yemək ortaya gəldi. Bunu adi lavaşdan da eləmək olar. Mən pita çörəkdən eləyirəm. Bu lavaş, ümumiyyətlə çörəklərin növləri çoxdur ki, lavaşlar, yuxalar, yaymalar, dəbitmələr, növbə-növdür. Lavaşdan da istənilən qatda etmək olar. Amma lavaş çox nazik olur. Ona görə mənim istədiyim o effekti vermir. Biraz qiymənin şirəsi, pomidorun şirəsi, pomidor salçasının şirəsi, göyərti bişərkən, göyərti istiliyi görəndə yavaş-yavaş özündən belə su ayırır, şirə ayırır ki, o da ona mənfi təsir göstərə bilər. Odur ki, bir balaca qalın lavaş götürsəz daha yaxşıdır. İndi keçirik göbələyi məsələsinə. Deməli, tava qalsın, tam olaraq qaynar isti qızmasında olsun. Mən isə göbələkləri yuram. Aha, necə olar? Əlbəttə yumaq lazımdır. Bəli. Bax, yəqin ki, bunu hal-hazırda bizi izləyən tamaşaçılar da deyir ki, axı göbələyi yumaq olmaz. Bu barədə çox məlumatlar paylaşırlar. Ümumiyyətlə, son zamanlar görəm sosial şəbəkələrdə İzləmə sayının artması üçün, baxış sayının daha yüksək olması üçün bir çox məlumatları elə qlobal bir xəbər formasında izləyicilərə çatdırırlar ki, bu insanlarda təlaş yaradır, bu insanlarda həyəcan yaradır. Ona görə də yumaq olar, lazımdır. Toyuğu necə? Yumaq olar, toyuğu suda saxlamaq olar, toyuğu ümumiyyətlə su vurmaq olar, toyuğu hazırlayarkən nə etmək lazımdır, necə eləmək lazımdır? Axı onu suda saxlayanda onun üstündə bakteriyalar var, o bakteriyalar yayılır axı bütün masanın üstünə, bıçağa, əlimizlə hər tərəfə dəyə bilər. Narahat olmayın, bu barədə də məlumat verəcəm. Qısa bir fasilə var.